Salam əziz dinləyicilər, bugün mən sizə yerindən yüksək şulan fəlsəfəsi rubrikası ilə video çəkirəm. Belə qərar gəldim ki, hər rubrikadan dalbadal 2 video çəkim. İndi yüksək şulan fəlsəfəsi əsərini bilirsiniz ki, mən 2002-ci ildə yazmışam və belə qərar gəldim ki, 24 il sonra bu əsəri təkmilləşdirim, əlavə mövzular salım, əlavə mövzular haqqında informasiyaları sizin nəzərinizə çatdırım. Və belə əlavə mövzulardan biri də belə adlanır: düşüncə və gerçəkliyin diapazonu. İstəyirəm ki, bu barədə də sizə məlumat verim. Düşüncə insan şuurunun ən ali fəaliyyət formasıdır. O yalnız mövcud olanı qəbul etmir, həm də onu analiz edir, müqayisə edir və yeni nəticələr çıxarır. Bu baxımdan düşüncə gerçəkliyin diapazonunu müəyyənləşdirir. İnsan nə qədər geniş və dərin düşünə bilirsə, onun qəbul etdiyi və dərk etdiyi gerçəklik də bir o qədər geniş olur. Gerçəklik obyektiv şəkildə mövcuddur, lakin onun insan tərəfindən qavranan hissəsi düşüncənin səviyyəsi ilə ölçülür. İnsan yalnız bildiyi və anladığı qədər gerçəkliyi qəbul edir. Deməli, düşüncə gerçəkliyin sərhədlərini müəyyən edən əsas amildir. Gerçəkliyin ətraf dairəsi insanın şuur dairəsi ilə ölçülür. Şuur dairəsi insanın bilik səviyyəsi, təcrübəsi, dünya görüşü və analiz qabiliyyəti ilə formalaşır. Şuur nə qədər inkişaf etmişdirsə, gerçəklik də bir o qədər geniş və aydın görünür. Məsələn, elm sahəsində geniş biliklərə malik olan bir insan təbiətdə baş verən hadisələri daha dərin anlayır. O hadisələrin yalnız zahiri tərəfini deyil, həm də daxili mexanizmini dərk edir. Bilik səviyyəsi aşağı olan insan isə eyni hadisəni daha məhdud çərçivədə qiymətləndirir. Bu fərq şuur dairəsinin genişliyi ilə bağlıdır. Şuur dairəsi artdıqca insanın gerçəkliyi haqqında təsəvvürü də genişlənir. O hadisə arasındakı əlaqələri daha düzgün, səbəb-nəticə münasibətlərini daha aydın görür və daha obyektiv nəticələr çıxarır. Şuur dairəsi ideyanın gerçəkliyə çevrilmə faizini təyin edir. İdeya hər bir insanda yarana bilər, lakin onun gerçəkləşməsi üçün müəyyən intellektual və praktiki potensial tələb olunur. Şuur səviyyəsi yüksək olan insan ideyanı planlaşdırır, analiz edir və onu həyata keçməsi üçün uyğun üsullar seçir. Əgər insanın şuur dairəsi məhduddursa, ideya ya yarımçı qalır, ya da reallaşmır. Əksinə, geniş şuur dairəsi ideyanın daha tez və səmərəli şəkildə gerçəkliyə çevrilməsinə imkan yaradır. Bu baxımdan düşüncə yalnız nəzəri fəaliyyət deyil, həm də praktik nəticələrin əsasını təşkil edir. Real mühitə uyğun gələn ideya tezliklə insan tərəfindən əməli işlə təzahür formasını tapır. Yəni, ideya yalnız nəzəri cəhətdən düzgün olmaqla kifayətlənməməli, həm də mövcud şəraitə uyğun olmalıdır. Əgər ideya zamanın, mühitin və ehtiyacların tələblərinə cavab verirsə, onun gerçəkləşməsi daha asan və sürətlidir. Məsələn, texnoloji inkişaf dövründə yaranan innovativ ideyalar cəmiyyət tərəfindən tez qəbul olunur və tətbiq edilir. Çünki mühit həmin ideyaların həyata keçirilməsi üçün əlverişlidir. Əgər eyni ideya uyğun olmayan bir dövrdə ortaya çıxsaydı, bəlkə də uzun müddət
reallaşa bilməzdir. Bu da onu göstərir ki, gerçəklik yalnız fərdi düşüncədən deyil, həm də sosial və təbii mühitdən asılıdır. İdeya ilə mühit arasında uyğunluq olduqda gerçəkliyin formalaşması sürətlənir. Düşüncə inkişaf etdikcə gerçəkliyin diapazonu da genişlənir. Təhsil, təcrübə və elmi araşdırmalar insanın şuur dairəsini artırır. Bu artım isə yeni ideyalar yaranmasına və onların daha uyğun həyata keçirilməsinə şərait yaradır. İnsan öz düşüncə tərzini inkişaf etdirdikcə hadisələrə daha açıq və obyektiv yanaşır. O yalnız mövcud gerçəkliyi qəbul etmir, həm də onu dəyişdirmək və təkmilləşdirmək üçün yollar axtarır. Bu isə cəmiyyətin inkişafına təkan verir. Düşüncə gerçəkliyin diapazonunu müəyyənləşdirir. Gerçəkliyin ətraf dairəsi insanın şuur dairəsi ilə ölçülür və şuur səviyyəsi ideyanın gerçəkliyə çevirmə faizini müəyyən edir. Geniş şuur dairəsinə malik olan insan ideyalarını daha tez və səmərəli şəkildə həyata keçirə bilir. Real mühitə uyğun gələn ideya isə tezliklə əməli fəaliyyət formasında təzahür edilir. Beləliklə, düşüncə, şuur və mühit arasında qarşılıqlı əlaqə gerçəkliyin formalaşmasının əsas şərtidir. İnsan düşüncəsini inkişaf etdirdikcə, gerçəklik də onun üçün daha geniş və daha aydın olur. Bu isə həm fərdi inkişafın və həm də cəmiyyətin tərəqqisinin əsasını təşkil edir. Bu qədər əziz dinlərdən isə növbəti yeni tərtib etdiyim mövzu haqda danışmaq istəyirəm. Bu yeni mövzumuz ideya, adlandırma və gerçəkliyin təzahür istiqamətləridir. İdeya insan aldığı ideyanı yalnız qəbul etməklə kifayətlənmir. Onu genişləndirir, inkişaf etdirir və konkret formaya salır. Hər bir ideya əvvəlcə zihndə yaranır, sonra isə düşüncə və təxəyyül vasitəsilə zənginləşir. İnsan yaratdığı əşyanı və ya prosesin adını müəyyənləşdirərək onu mənalandırır və cəmiyyətə təqdim edir. Adlandırma prosesi gerçəkliyin formalaşmasında mühüm mərhələdir. Çünki ad verilən anlayış artıq şuurda sabitləşir və sosial mühitdə qəbul olunur. Adlandırma yalnız texniki bir mərhələ deyil, həm də idrak prosesidir. İnsan hər hansı bir əşya ad verməklə onu dərk edir, mahiyyətini müəyyənləşdirir və digər anlayışlardan fərqləndirir. Bu baxımdan dil və düşüncə bir-birinə sıx bağlıdır. Düşüncə ideyanı formalaşdırır, dil isə onu ifadə edərək gerçəkliyə çıxarır. İnsan ideyanı genişləndirdikcə onun tətbiq sahəsi də artır. Məsələn, sadə bir texniki fikir zamanla təkmilləşdirilərək mürəkkəb bir sistemə çevrilə bilər. Bu proses yaradıcılıq və təcrübə ilə bağlıdır. İnsan müşahidə etdiyi gerçəklikdən nəticə çıxarır, onu analiz edir və yeni ideyalar yaradır. Yaradılan əşyanın adı isə onun sosial qəbulunu təmin edir. Ad vasitəsilə əşya cəmiyyətin ümumi istifadəsinə daxil olur. Beləliklə, ideya fərdi düşüncədən çıxaraq ictimai gerçəkliyə çevrilir. Gerçəkliyin təzahür formaları iki əsas istiqamətdə həyata keçirilir. Birinci istiqamət təbiətdən asılı hadisələrin gerçəkləşməsidir. Təbiətdə baş verən proseslər insanın iradəsinə asılı olmayaraq baş verir. Məsələn, günəşin çıxması, küləyin əsməsi, yağışın yağması və digər təbii hadisələr obyektiv gerçəklikdir. Bu hadisələr müəyyən qanunauyğunluqlar əsasında formalaşır və
təbiətin daxili nizamını əks etdirir. İkinci istiqamət insanlar tərəfindən yaradılan proseslərin təzahürüdür. İnsan öz düşüncəsi və əməyi ilə yeni əşyalar, texnologiyalar və sosial münasibətlər yaradır. Bu proseslər təbii hadisələrin fərqli olaraq şuurlu fəaliyyətin nəticəsidir. İnsan öz ehtiyaclarını ödəmək üçün təbiətin imkanlarından istifadə edir və yeni gerçəklik formalarını yaradır. Təbiətdən asılı hadisələr gerçəkliyin əsasını təşkil edir. İnsan bu hadisələri müşahidə edir, onların qanunlarını öyrənir və nəticələr çıxarır. Lakin insan fəaliyyəti də gerçəkliyin formalaşmasında mühüm rol oynayır. İnsan təbiət qanunlarını dərk etdikcə onları öz məqsədləri üçün tətbiq edir. Məsələn, suyun axmaq xüsusiyyəti təbii bir hadisədir. İnsan isə bu xüsusiyyətdən istifadə edərək su elektrik stansiyası yaradır. Beləliklə, təbiət hadisəsi insan fəaliyyəti ilə yeni bir gerçəklik formasına çevrilir. Bu proses təbiət və insan arasındakı qarşılıqlı əlaqəni göstərir. İnsan tərəfindən yaradılan gerçəklik yalnız maddi əşyalarla məhdudlaşmır. Sosial münasibətlər, qanunlar, mədəniyyət və dəyərlər də insan fəaliyyətinin nəticəsidir. Bu da gerçəkliyin ikinci istiqamətinin daha da geniş məna daşıdığını göstərir. Cəmiyyət inkişaf etdikcə yeni ideyalar yaranır və bu ideyalar yeni sosial strukturlar şəklində formalaşır. Beləliklə, gerçəklik daim dəyişən və inkişaf edən bir prosesdir. İnsan həm təbiətin təsiri altında yaşayır, həm də özü yeni gerçəklik yaradır. İnsan aldığı ideyanı genişləndirir, onu inkişaf etdirir və yaxud da əşyanın adını müəyyənləşdirərək gerçəkliyə daxil olur. Adlandırma və ifadə prosesi ideyanın sabitləşməsinə və sosial qəbuluna imkan yaradır. Gerçəkliyin təzahürü iki istiqamətdə həyata keçirilir. Birincisi, təbiətdən asılı hadisənin obyektiv gerçəkləşməsi. İkincisi isə insanların şuurlu fəaliyyəti nəticəsində yaranan proseslərin təzahürüdür. Bu iki istiqamət bir-birlə qarşılıqlı əlaqədədir və birlikdə həyatın bütövlüyünü formalaşdırır. Əziz dinləyicilər, indi isə növbəti mövzu haqqında danışmaq istəyirəm. Təbii və süni proseslər, gerçəkliyin fiksiyası. Təbiət tərəfindən yaranan proseslər təbii, İnsanlar tərəfindən mövcud hadisələr süni adlanır. Bu iki anlayış gerçəkliyin formalaşmasında mühüm yer tutur. Təbii prosesdə insan iradəsindən asılı olmayaraq baş verir və təbiətin daxili qanunları ilə idarə olunur. Süni proseslər isə insanın düşüncəsi, planı və əməyin nəticəsində meydana çıxır. Hər iki proses sona çatdıqdan sonra gerçəkliyi büruzə verir və insan şuurunda müəyyən bir iz buraxır. Təbii proseslər obyektiv xarakter daşıyır. Onlar insanın istəyinə asılı deyil. Məsələn, hava dəyişiklikləri, mövsümlərin dəyişməsi, küləyin əsməsi, yağışın yağması təbii proseslərdir. Bu hadisələr müəyyən fiziki və atmosfer qanunlarına əsaslanır. İnsan bu prosesləri yalnız müşahidə edə və yaxud da öyrənə bilər. Lakin onların baş verməsinə birbaşa təsir göstərə bilməz. Təbii proseslər gerçəkliyin ilkin və əsas formasıdır. Onlar baş verdikdən sonra insan tərəfindən qəbul edilir və insan şuurunda əks olunur. Bu qəbul etmə mərhələsi gerçəkliyin insan gözündə fiksiyası adlanır. Süni proseslər isə insan tərəfindən yaradılır. İnsan ideya irəli sürür, plan qurur və onu həyata keçirir. Məsələn, bir binanın tikilməsi, yeni texnologiyaların hazırlanması və ya hər hansı bir sosial layihənin həyata keçirilməsi süni prosesdir. Bu proseslər də başa çatdıqdan sonra gerçəkliyi büruzə verir.
Lakin onların fərqi ondadır ki, süni proseslər əvvəlcə insan şüurunda formalaşır, sonra isə əməli fəaliyyət nəticəsində reallaşır. Təbii proseslər isə insan şüurundan kənarda formalaşır və yalnız müşahidə mərhələsində şüura daxil olur. Gerçəkliyin insan gözündə fiksiya olunmasını anlamaq üçün təbii bir prosesə nəzər yetirək. Tutaq ki, sinoptiklər deyirlər ki, sabah Gəncədə yağış yağacaq. Bu fikir əvvəlcə informasiya kimi səslənir. İnsan onu eşidir və yaddaşında saxlayır. Həmin an deyilən fikir ideya kimi qəbul olunur. Yağışın baş vermə ehtimalı proqnoz əsasında güclənir. Lakin hadisə hələ baş vermir. Bu mərhələdə fikir yalnız ehtimal və informasiya xarakteri daşıyır. İnsan onu gözləyir, amma hələ gerçəklik kimi qəbul etmir. Nə qədər ki, yağış yağmayıb, deyilən fikir ideya olaraq qalır. Lakin ertəsi gün həqiqətən yağış yağdıqda, hadisə insan gözü tərəfindən fiksiya olunur. İnsan yağışı görür, hiss edir və müşahidə edir. Bu zaman ideya gerçəkliyə çevrilir. Baş verən hadisə onun gözündə canlanır və yaddaşında fakt kimi həkk olunur. Bu nümunə onu göstərir ki, gerçəklik ideyanın baş vermə mərhələsindən sonra formalaşır. İdeya əvvəlcə söz və yaxud da proqnoz kimi mövcuddur. Hadisə baş verdikdə isə reallıq şəklində qəbul edilir. Bu proses həm təbii, həm də süni hadisələr üçün keçərlidir. Məsələn, bir mühəndis deyir ki, müəyyən müddətdən sonra yeni bir bina tikiləcək. Bu da əvvəlcə deyilən bir ideyadır. Lakin bina tikilib istifadəyə verildikdə artıq gerçəklik olur. İnsan gözü onu fiksiya edir və qəbul edir. Gerçəkliyin fiksiyası yalnız fiziki müşahidə deyil, həm də psixoloji prosesdir. İnsan gördüyünü və yaşadığını şuurunda sabitləşdirir. Bu sabitləşmə gerçəkliyin qəbul edilməsidir. Əgər hadisə baş verməzsə, ideya kimi qalır və zamanla unudula bilir. Baş vermiş hadisə isə yaddaşda fakt kimi qalır və insanın dünya görüşünü formalaşdırır. Beləliklə, gerçəklik həm obyektiv hadisə, həm də subyektiv qəbul prosesidir. Təbiət tərəfindən yaranan proseslər təbii, insanlar tərəfindən yaranan hadisələr isə süni adlanır. Hər iki proses sona çatdıqdan sonra gerçəkliyi büruzə verir. Gerçəkliyin insan gözündə fiksiya olunması müşahidə və qəbul prosesi ilə bağlıdır. Sinoptiklərin yağış proqnozu əvvəlcə ideya kimi səslənir və yaddaşda qalır. Yağış baş verdikdə isə insan gözü onu fiksiya edir və hadisə gerçəklik kimi qəbul olunur. Bu nümunə göstərir ki, gerçəklik ideyanın reallığa keçid mərhələsində formalaşır. Beləliklə, gerçəklik həm təbii, həm də süni proseslərin nəticəsində meydana çıxır və insan şuurunda müşahidə və qəbul vasitəsilə sabitləşir. Bu proses insanın dünyanı dərk etməsini və qiymətləndirməsinin əsas mexanizmini təşkil edir. İdeya, təbiət və insan fəaliyyəti gerçəkliyin əsas dayaqlarıdır. İnsan həm mövcud gerçəkliyi dərk edir, həm də öz fəaliyyəti ilə onu zənginləşdirir və dəyişdirir. Bu qarşılıq proses isə həyatın davamlı inkişafını təmin edir. Bu mövzu haqqında bu qədər. İndi belə bir fikir əsərimdə yüksək şulan fəlsəfəsi əsərimdə yazıram ki, insan gerçəkliyi necə qəbul edir? Bax, belə bir məndə bir sual doğur.
Yani insan gerçəkliyi qabildir. Və insanda baş verən o beyin hadisələri necə həyata keçir? Yəni belə bir suallar məni maraqlandırır və belə bir suallar haqqında mən əsərimdə mən fikirlər yazmışam. Bu suallara cavab olaraq, yəni insan gerçəkliyi necə qəbul edir sualı ilə bağlı mən fikirlər yazmışam əsərimdə və bir də insanın beynində baş verən hadisələrin yəni o gedən proseslər necə həyata keçir, bunu da izahını əsərimdə vermişim. Yazıram ki, insanın gerçəkliyi necə qəbul etməsi və beyin hadisələri necə təsdiqləyib yaddaşa köçürülməsi məsələsi həm fəlsəfi, həm də elmi baxımdan maraqlı bir mövzudur. Hadisənin gerçəkləşməsi əslində iki mərhələdən ibarətdir. Birincisi, xarici aləmdə baş verən obyektiv proses. İkincisi isə həmin prosesin insan beyni tərəfindən qəbul edilərək mənalandırılmasıdır. İnsan üçün gerçəklik yalnız baş verməklə kifayətlənmir. O həm də öz şuuru tərəfindən mütləq təsdiq olunur. Xarici aləmdə baş verən hər bir hadisə müəyyən fiziki dəyişiklik yaradır. Yəni bu dəyişikliklər hansıdır? Məsələn, işıq, səs, qoxu, temperatur və yaxud da təzyiq formasıdır. Bu dəyişikliklər insan orqanizmində xüsusi reseptorlar tərəfindən qəbul edilir və sinir impulslarına çevrilir. Bu fikirlər mən bir növ sirli qüvvələr tərəfindən almışam. Ola bilsin ki, burada işlərdə mən terminlər insanlara çatmasın. Yəni onların fikirləridir mən yazmışam. Məsələn, görmə zamanı işıq dalğaları gözün tor qişasında yerləşən fotoreseptor hüceyrələrə təsir edir. Bu hüceyrələr işıq enerjisini elektrik impulsuna çevirərək sinir yolları vasitəsilə beyinə götürür. Eyni mexanizm eşitmə prosesində də müşahidə olunur. Səs dalğaları qulaq pərdəsinə dəyərək mexaniki titrəyiş yaradır. Bu titrəyiş daxili qulaqda yerləşən reseptor hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və eşitmə siniri vasitəsilə beyinə ötürülür. Beyin həmin siqnalları analiz edir və onları müəyyən məna ilə əlaqələndirir. Belə hadisənin beyində təsdiqi siqnalların düzgün şəkildə qəbul olması və əvvəlki təcrübələrlə müqayisə edilməsindən ibarət olduğunu biz görürük. İnsan beyninə daxil olan impulslar yaddaş bazası ilə tutuşdurulur və uyğunluq aşkar edildikdə hadisəni real kimi qəbul edirlər. Müasir neyrobiyologiyaya görə informasiyanın ötürülməsi qan damarları ilə deyil, əsasən sinir sistemi vasitəsilə baş verir. Qan damarları beyni oksigen və qida maddələri ilə təmin edir. Lakin məlumat ötürülməsi neyron adlanan sinir hüceyrələrinin fəaliyyəti nəticəsində reallaşır. Neyronlar bir-birlə sinapslar vasitəsilə əlaqə qurur və kimyəvi elektrik siqnallar mübadiləsi aparılır. Beyinə daxil olan hər bir impuls burada müəyyən mərkəzlərdə emal olunur. Görmə siqnalları əsasən beyin qabının arxa hissəsində, eşitmə siqnalları isə yan paylarda işlənir. Duyma, toxunma və ağrı siqnalları isə digər xüsusi sahələrdə analiz edilir. Bu mərkəzlər arasında əlaqə qurduqdan sonra hadisənin bütün mənzərəsi formalaşır.
mən onu demək istəyirəm ki, yenə deyirəm, bu mürəkkəb fikirlər sirli qüvvələrin fikirləridir. Ona görə də ola bilsin ki, dinləyicilərin bir qismi bunu dərk edə bilməsin. Ancaq mənim bu vəzifəmdir ki, mən dinləyicilərimə sadə fikirlərdən, mürəkkəb fikirlərdən çatdırmağa borçluyam. Hadisə beyində qəbul edildikdən sonra onun izi yaddaş sistemində saxlanıla bilər. Yaddaş hüceyrələri dedikdə əslində neyron şəbəkələri nəzərdə tutulur. Hər yeni təcrübə neyronlar arasında yeni əlaqələr yaradır və ya mövcud əlaqələri gücləndirir. Bu proses sinaptik plastik adlanır. Əgər yeni ideya və yaxud da məlumat əvvəlki biliklərlə uyğun gəlmişsə, beyin ya onu köhnə struktur daxilində dəyişir, ya da əvvəlki məlumatı zəiflədir. Bu səbəbdən insan düşüncələri zamanla dəyişə bilir. Yeni informasiya əvvəlki ideyanı tamamilə silmir, lakin onun əhəmiyyətini azalda və yaxud da yenidən formalaşdıra bilər. Düşüncə hüceyrəsi anlayışı elmi termin olmasa da, bu ifadə ilə insanın şuurunda formalaşan ideya və konsepsiyalar nəzərdə tutmaq olar. Şuur davamlı axın halındadır. Yeni məlumat daxil olduqca əvvəlki düşüncə strukturları yenilənir. Bəzən insan müəyyən hadisəni birbaşa görməklə deyil, digər duyğu orqanları vasitəsilə dərk edir. Məsələn, qaranlıqda səs və yaxud da qorxu vasitəsilə baş verən proses haqqında məlumat əldə etmək mümkündür. Qorxu bilmə zamanı havada olan kimyavi molekullar burun boşluğundakı reseptor hüceyrələrlə bağlanır. Bu molekullar virus deyil, uçucu kimyavi birləşmələrdir. Reseptorlar bu molekulları tanıyaraq siqnal yaradır və məlumatı birbaşa beyinə ötürür. Qorxu sistemi yaddaş və emosiyalarla sıx əlaqəlidir. Buna görə müəyyən qorxular keçmiş xatirələri tez bir zamanda canlandıra bilər. Duyma isə deyək ki, dərdə yerləşən mexaniki və temperatur reseptorları vasitəsilə həyata keçirilir. Bu reseptorlar toxunma, istilik və ağrı siqnallarını sinir lifləri ilə onurğa beyninə, oradan isə baş beyninə ötürür. Bütün bu proseslər göstərir ki, insan üçün gerçəklik, obyektiv hadisəni özündən çox onun şuur tərəfindən necə qəbul olmasına asılıdır. Hadisə baş verir, lakin beyin onu analiz edib məlumatlandırdıqda həmin hadisə insan üçün mövcud sayılır. Gerçəklik təsdiq olduqdan sonra insan şuurunda müəyyən yer tutur və təcrübəyə çevrilir. Bu təcrübə gələcək qərar və davranışlara təsir göstərir. Beləliklə, hadisə yalnız bir anlıq fiziki proses deyil, həm də psixoloji və idraki hadisə çevrilir. İnsanın gerçəkliyi qəbul etməsi mürəkkəb bioloji və idraki mexanizmlərə əsaslanır. İşıq, səs, qoxu və toxunma kimi siqnallar reseptorlar tərəfindən qəbul edilir, sinir sistemi vasitəsilə beyinə ötürülür və burada analiz olunur. Beyin daxil olan məlumatı əvvəlki təcrübə ilə müqayisə edərək onu təsdiq edir və yaddaş sistemində saxlar.
Əziz dinləyicilər, istəyirəm onunla da burada çıxışımı yekunlaşdırım. Hələlik bu qədər. Sağ olun. Gələn görüşlərə.